Hər vaxtınız xeyir olsun. Bugünkü videoda mən yenə də sizə gözaltı qaralar üçün, qara kölgələr üçün video təqdim edəcəm. Bu gördüyünüz kimi kividir. Kivini mən süzgəcdən keçirmişəm. Yenə kartof maskasında olduğu kimi yenə də belə halqa-halqa keçirmişəm. Yəni çox yumşaq ola da bilər. Yəni istəsəniz süzgəcin ən xırda gözündən də keçirə bilərsiniz və yaxud da mənim kimi bu cür edə bilərsiniz. Bu cür, yəni mən hər zaman gözümün altı üçün maskaları bu cür edirəm. İstər kartof maskasında, istər kivi maskasında. Deməli, süzgəcdən kivini keçirirsiniz istədiyiniz kimi və buna bir qaşıq qatıq əlavə edirsiniz. Gördüyünüz kimi mən qatığı üzdü eləmişəm, yəni qaymaqlı yerindən eləmişəm. Əgər siz istəsəniz qaymaqlı təkcə qaymaq da edə bilərsiniz. İstənilən, yəni başqa bir qaymaq da ola bilər. Adi aldığınız qaymaq da edə bilərsiniz. Yəni mağazindən aldığınız qaymaq da və yaxud da qatıq da edə bilərsiniz. Mən ev şəraitində özüm hazırladığım qatığın qaymağını əlavə edirəm və belə qarışdırıb maska hazırlayıram, yumşaq maska. Tam qarışdırıb kivi ilə qatığı tam qarışdırıb əzib həll etdikdən sonra gözümün altına bunu belə gördüyünüz kimi belə hissə-hissə gözümün qara yerlərinə qoyuram. Və bu bilirsiniz yəqin ki, hər kəsin məlumatı var. Kivinin tərkibində yüksək miqdarda C vitamini var və ağardıcı rolu böyükdür kivinin. Yaxşı ağardıcı təsir bağışlayır və inşallah siz mənim kimi sizdə xeyrini görərsiniz.